Salam değerli izleyicilerim, şagirdler, abituriyentlər və riyaziyyat fənnini öyrənmək istəyən hər kəs. Bugün sizə Dövlət İmtahan Mərkəzinin test bankından 3 maraqlı məsələni izah edəcəyəm. Gəlin baxaq, şərtləri oxuyaq. Y bərabərdir, f(x) funksiyası cütdür və 0-dan müsbət aralıqda azalandı. f(x) kiçik bərabərdir, f6 bərabərsizliğini həll edin. Variantları da burada görürsünüz. İndi gəlin bunu həll edək. Deməli, burada funksiya y bərabərdir f(x). Tamam. Və təkcə həqiqi ədədlər üçün verilir. Cüt funksiyadır, yəni f(x) mənfi və f(x) bərabərdir f(x)ə. 0-dan müsbət sonsuzluq intervalında azalan funksiyadır, yəni x böyüdükcə f(x) kiçilir. İndi isə istənilən bərabərsizliyi tapmaq lazımdır. f(x) kiçik bərabərdir f6-dan. Burada azalan funksiyanın xüsusiyyəti belədir ki, əgər x böyükdür 6-dan, onda f(x) kiçikdir f6-dan, bu halda bərabərsizlik doğrudur. Əgər x 6-dırsa, onda f(x) bərabərdir f6, bu halda da bərabərsizlik doğrudur. Əgər 0 x-dan kiçik bərabərdirsə, x da 6-dan kiçikdirsə, onda f(x) böyükdür f6-dan, bu arada bərabərsizlik səhvdir. Mənfi x-lər üçün cüt funksiya olduğuna görə f mənfi x bərabərdir f(x)-a. Deməli, məsələn, x bərabərdir mənfi 6, onda f mənfi 6, o da bərabərdir f6 bərabərsizliyi doğrudur. Əgər modulda x 6-dan böyük olarsa, onda f(x) kiçikdir f6 bərabərsizlik doğrudur. Əgər modulda x kiçikdir 6-dan, onda f(x) böyükdür f6-dan, bərabərsizlik səhvdir. Nəticə doğru olan bütün x-lər üçün mənfi sonsuzluqdan mənfi 6-ya birləşir 6-dan müsbət sonsuzluğa qədər. Burada da cavablar içərisində C variantı olur. Mənfi sonsuzluq mənfi 6 birləşir 6 müsbət sonsuzluq. Diqqətlə izlədinizsə, ümid edirəm sizə faydalı oldu. İndi isə keçək növbəti məsələyə. Deməli, burada qrafikə görə xətti asıllığı müəyyən edəcəyik. Gəlin məsələni addım-addım sadə izahla həll edək. Deməli, qrafikdən məlum olanlar budur ki, doğru mərkəzdən 0-0 keçir, oxla 60 dərəcə olan bucaq əmələ gətirir. O deməkdir ki, doğrunun meyli bu bucağın tangensinə bərabərdir. Meyli hesablamaq. Doğrunun meylini belə hesablayırıq. A bərabərdir tangensə, burada o da bərabərdir 60 dərəcəyə. Tangens 60 dərəcədə kök altda 3 edir. Deməli, K bərabərdir kök altda 3-ə. Burada xətti asıllıq var. Doğru mərkəzdən keçdiyi üçün tənlik belə olur. Y bərabərdir kx-a. Burada K bərabərdir kök altda 3-ə və Y də bərabərdir kök altda 3x. Və buradan cavabların içində buna uyğun Y bərabər kök altda 3 olur. Yadda saxlamaq lazımdır ki, bu tip məsələlərdə meyli tapmaq üçün həmişə bucağın tangensini istifadə edirik. Əgər bucaqlar 30, 45, 60 dərəcə kimi tanınmış bucaqlardırsa, onların tangenslərini əzbərləmək çox kömək edir. Diqqətlə izlədinizsə, ümid edirəm sizə faydalı oldu. İndi isə keçək növbəti məsələyə. Deməli, burada qrafik hansı funksiyaya uyğundur göstərib. Gəlin bu qrafik məsələni addım-addım sadə izahla həll edək. Qrafikə baxırıq. Qrafikdə 2 budaq var. Deməli, biri birinci kvadratda, digəri isə 3-cü kvadratda. Hər iki budaq həm o x oxuna, həm də o y oxuna yaxınlaşır, amma heç vaxt toxunmur. Bu asemptot davranışıdır. Bu formanın tanınması belə ən tipik olaraq aşağıdakı funksiyaya uyğundur. Y bərabərdir 1 bölünsün x-ə. Çünki x 0-dan böyük olduqda, onda y 0-dan böyük olur və qrafik birinci kvadratda yerləşir. X 0-dan kiçik olduqda isə y 0-dan kiçik olur və qrafik 3-cü kvadratda yerləşir. X 0-a yaxınlaşanda isə y sonsuzluğuna gedir, o x oxu asimptot olur. Və buradan x müsbət sonsuzluğa yaxınlaşanda isə y 0-a yaxınlaşır və o y oxu asimptot olur.
Diğer variantları da yoxlaya bilərik. Y bərabərdir x-in kvadratı parabola yalnız birinci və ikinci kvadratda olur. Y bərabərdir 2x plus 3, burada düz xətt olur, bu asimptot yoxdur. Y bərabər kök altda x yalnız birinci kvadrat olur və y bərabərdir 2 üstü x, bu eksponensial funksiyadır, yalnız birinci və ikinci kvadratda olur. Heç biri uyğun gəlməyən cavab B bəndidir, y bərabərdir 1/x. Burada da yadda saxlamaq lazım ki, belə qrafikləri tanımaq üçün asimptotlara baxmaq kifayətdir. Qarşılıqlı funksiyanın əsas əlaməti də budur. Bugünlük bu qədər. Eğer paylaşım sizə faydalı olduysa, bəyənməyi, paylaşmayı unutmayın. Daha ətraflı məlumat üçün kursumuza yazıla bilərsiniz. Hələlik.